öz düşüncələrinizin, qərarlarınızın və hətta xarakterinizin həqiqətən də yalnız sizə aid olduğunu düşünürsünüz. Yəni, bir anlıq təsəvvür edin. Siz yeni bir iş yerinə, fərqli bir ofisə və ya belə deyək, tamamilə yad insanların olduğu bir məclisə daxil olursunuz. Aha, o ilk günlərin qəribəliyi, yəni özünü kənar hiss etmək. Tamamilə. İlk günlərdə hər kəs sizə fərqli gəlir. Amma aylar keçdikcə qəribə bir şey baş verir. Özünüzdən asılı olmayaraq, otaqdakı digər insanların istifadə etdiyi xüsusi sözləri işlətməyə başlayırsınız. Onların zarafatlarına gülməyə filan, hə? Düzdür. Hətta problemləri onların baxış bucağından yanaşmağa başlayırsınız. Biz adətən buna, necə deyərlər, uyğunlaşmaq, sosiallaşmaq deyirik. Lakin bəlkə də məsələ sadəcə sosial dinamika deyil. Bəli, çox daha dərindir. Bir hal yox, birbaşa kainatın, təbiətin və üzərində gəzdiyimiz yer kürəsinin təməl quruluş qanunudur. Baxın, bugünkü dərin baxışımızın, yəni əsas missiyası elə budur. Sizin bu vurğuladığınız məqam əslində bizim reallıq anlayışımızı kökündən sarsıdır. Biz çox vaxt bu görünməz təsirləri, yəni otaqdakı havanın bizə keçməsini cəmiyyətin yazılmamış qaydaları kimi qəbul edirik. Amma məsələyə fundamental səviyyədən baxdıqda qarşımızda tamamilə fərqli bir mənzərə canlanır. Yəni, sadəcə insanların bir-birinə təsiri deyil. Qətiyyən, bu varlığın, materialın və enerjinin özünün necə işlədiyinə dair çox dərin bir mexanizmdir. Bizim bugünkü müzakirəmiz sadəcə quru fəlsəfə olmayacaq. Məqsədimiz kainatın bu nəhəng mexanizmini anlamaq və ən əsası siz dinləyicilərin bu kopyalama dənizində öz fərdi kimliyinizi necə qoruya biləcəyinizi kəşf etməkdir. Əla. Elə isə gəlin masamızın üzərindəki mənbəyə nəzər salaq. Biz bugün 26 may 2023-cü ildə ağ geyimli imzası ilə yazılmış Aura adlı çox fərqli metafizik bir mətni təhlil edəcəyik. Çox iddialı bir mətndir əslində. Hə, həm də çox dərindir. Mətnin mərkəzində çox sadə, amma bir o qədər də ağır bir cümlə dayanır. Cümlə belədir. İnsan sevir mənimsəməyi. Yəni, bu fikir sadəcə insanın xəsisliyindən və ya egosundan bəhs etmir, düzdür? Yox, qətiyyən. Burada füsunkar olan odur ki, müəllif mənimsəməyi, yəni özününküləşdirməyi, insanı sıradan bir zəifliyi kimi görmür. O bunu birbaşa yer kürəsinin təbiətinin quruluş aurası kimi təqdim edir. Yəni planetin işləmə prinsipi kimi? Məhz elə. Təbiətin o ecazkar ahəngi canlıların bu aura ahənginə bağlı olmasından yaranır. Mətndə bunun mexanizmini izah etmək üçün çox sadə bir tutuquşu nümunəsi verilir, papuqay nümunəsi. Səs dalğaları havada yayılan fiziki titrəyişlərdir. Mətnə görə tutuquşu o sözləri aurada təkrarlayır. Aurada, yəni necə? Yəni, o səni hiss edir. Səs dalğasını mənaya çevirən o enerjini, döngünün aurasını mənimsəyir. Tutuquşu sizin auranızı içinə çəkir və sizə geri qaytarır. Bir dəqiqə, bu mənə müasir süni intellekt modellərini xatırlatdı. Yəni, biz sanki fərqinə varmadan internetdən fayl yükləyən kompüterlər kimi, mən otağa daxil oluram, oradakı insanların enerjisini dərhal şuuruma download edirəm. Çox yaxşı müqayisədir, hə? Amma mənə qaranlıq qalan bir şey var. Niyə bu yükləmə prosesi, bu mənimsəmə həyatın özü üçün bu qədər vacibdir? Baxın, bunun üçün məsələyə kosmik miqyasda baxmalıyıq. Mətn iddia edir ki, yer kürəsi özü də mənimsəməyi sevir. Diqqət edin, yerin mərkəzindəki o nüvədən başlayan quruluş, aurası günəşə bağlanır. Aha, yəni yerin özü də günəşdən mənimsəyir. Bəli, yer günəşi mənimsəyir və nəticədə təbiəti canlandırır. Hətta insanın doğuşdan əvvəl qarşı cinsi mənimsəməsi belə kainatın özünü təkrar etməsinin bir yoludur. Həyat məhz buna görə mənimsəməyi sevir. Deməli, kopyalamaq kainatın kodlarında var. Amma burada böyük bir təhlükə yaranır axı. Əgər hər şeyi özümüzə çəkmək bizim doğamızdırsa, bu cəmiyyətdə insan aurasını hansı formalara salır? Mətndə insanın 5 aura halı sadalanır. Hə, o hallar çox kritikdir. Məsələn, ilk səviyyə kimi, meymunluq edərək mənimsəyən insan göstərilir. Yəni, bu bizim sosial mediada gördüyümüz və heç bir məna daşımadan hamının kopyaladığı hərəkətlərdir yəqin ki. Tamamilə, bu ən fiziki və primitiv haldır.
Amma daha təhlükəlisi ikinci səviyyədir. Mətn bunu tutuquşu kimi eyniləşmiş dil əzbəri olan insan adlandırır. Aha, intellektual imitasiya. Bəli, təsəvvür edin, bir iclasdasınız. Biri qalxıb sinerji, innovasiya kimi sözlərlə dolu bir nitq irad edir. Digərləri isə heç mənanı anlamadan o intellektual auranı kopyalayırlar ki, onlar da ağıllı görünsünlər. Çox tanış mənzərədir, valla. Sonra isə insan hər kəs kimi olmaq üçün təkrarlanmağa başlayır, qarşı auranın təsir altına düşür və 5-ci mərhələdə tamamilə yer adamına çevrilir. Bax, elə bu nöqtədə mənim mətnə bir etirazım var. Maraqlıdır, eşidirəm. Mətn özü etiraf edir ki, insan var olduğu yaşam kürəsinin təbiəti ilə ayaqlaşıb yaşamalıdır. Darwin də bizə bunu deyir də, həyatda qalmaq üçün mühitə uyğunlaşmalısan. Əgər mən cəmiyyətin qaydalarına, yəni ofisin dinamikasına uyğunlaşmasam, məni təcrid edərlər. Əgər yer adamı olmaq həyatda qalmaq üçün şərtdirsə, o zaman hər kəs kim olmaq niyə belə mənfi təqdim olunur? Bu çox yerində sualdır. Və əslində mətnin ən böyük, belə deyək, so what, yəni bunun mənası nədir anı elə buradadır. Bəli, fiziki sağ qalmaq üçün ayaqlaşmaq lazımdır. Lakin müəllif xüsusi vurğuluyor ki, dərrakətə yüksəliş tərki dünyadan keçər. Tərki dünya, yəni dağa çəkilib tək yaşamaq? Yox, qətiyyən fiziki olaraq yox. Bu intellektual müstəqillikdir. Yəni, əgər intellektual sıçrayış etmək istəyirsinizsə, kütlənin o kopyalanmış, milyonlaşmış aurasından qopmalısınız. İnsan yer kürəsinin ən təhlükəli canlısıdır. Çünki auraları ən cəld qavrayan odur. Aha, yəni mən fiziki olaraq ofisdəyəm, amma zəkam o kopyalanmış havaya təslim olmur. Məhz. Vəhşi təbiətdən güc alan bu yer aurası çox təhlükəlidir. Ona görə də başqalarının sizin haqqınızda nə deməyinin heç bir önəmi yoxdur. Çünki sizi qınayanlar sadəcə kopyalanmış bir auranın təkrarıdır. Doğrudan da. Biz çox vaxt orijinal bir mənbədən yox, sanki bir kserokopyadan təsdiq gözləyirik. Çox dərin fikirdir. Deməli, kütlənin təsirindən çıxmaq üçün biz perspektivimizi dəyişməliyik. Mətn bizi gündəlik məişətdən çıxarıb kosmik miqyasa aparır, qara dəliklərə. Bəli, müəllif çox tutarlı bir kosmik qanunuyğunluğu fəlsəfəyə gətirir. O yazır ki, kainatlar sonsuzluğunun da öz aurası var. Bütün qara dəliklər cəm qalaktikaları öz döngü aurasında mənimsəyir. Qalaktikalar mənimsəyir. Və dərhal da sual verir. Bəlkə kainatlar sonsuz deyil. Suallardakı bu bəlkələr bizi öz auramızda sonsuzluğa aparır. Bir dəqiqə, yəni mənim beynim, mənim şuurum elə o qara dəlik kimidir. Qara dəlik galaktikaları utduğu kimi, mənim də auram ətrafımdakı enerjini, cəmiyyəti özünə çəkir. Tamamilə doğrudur. Ən əsası da oldu ki, siz o auraların içində əriyib yox olmamalısınız. Siz öz sağlam dərrakənizlə ətrafın eyniləşmiş auralarını özünüzə cəm edə bilərsiniz. Öz gravitasiyamı yaratmalıyam, yəni. Hə, çünki hər bir zərrəmiz sonsuz kainatların işıq yaranışının aurasına bağlıdır. Mətn bunu izah etmək üçün auranın 7 təməl tərifini verir. İşıq, ruhsal, enerji. Aha, mən, sən, cəm və ən sonda qavram. Yəni, işıqdan başlayıb qavrama qədər gedən bir inkişaf yolu. Bəli, cəm, yəni kollektiv mərhələsi ən kritik olandır. Əgər cəmin içində ərisəniz, tutuquşu olursunuz. Amma onu həzm edə bilsəniz, qavram mərhələsinə çatırsınız. Yaxşı, indiki biz auranın həm kosmik gücünü, həm də cəmiyyətin təkrarçılıq təhlükəsini öyrəndik. Bəs dinləyici olaraq bu məlumatla nə etməliyik? Mətnin yekun vədi nədir? Vəd budur ki, əgər insan öz aurasını qarşı auraların o eyniləşmiş təsirindən ayıra bilsə, idrakda yüksəliş baş verər və yeni elmlərə qapı açılar. Baxın, bura ən maraqlı hissədir. Mənim üçün mətnin ən böyük ironiyası və dahiliyi son cümləsindədir. Ağ geyimli, bütün bu fəlsəfəni bizə izah edir, öyrədir və sonda qayıdıb deyir ki, bu mətnləri oxuyub bitirdiyin zaman müəllifin aurasını özünə mənimsəmə. Hə, çox gözəl vurğuladınız. Yəni, deyir, burax sənin auran özündə sənə qalsın. Bu sanki, bilirsiniz necədir, kiməsə necə oxumağı öyrədən bir kitab vermək və sonuncu səhifədə indi isə oxuduqlarının hamısını unut demək kimidir.
Niyə belə deyir? Çünki yazar sizin yenidən o ikinci mərhələdəki tutquşu insana çevrilməyinizi istəmir. Əgər siz sadəcə onun sözlərini əzbərləsəniz, yenə kopyalamış olursunuz. Aha, dərrakədə bütpərəstliyə qarşı çıxır. Bəli, o istəyir ki, siz qavramı mənimsəyəsiniz, amma öz fərdi ruhunuzu, öz analiz qabiliyyətinizi itirməyəsiniz. İdrakdə kamala çatmaq elə budur. Doğrudan da möhtəşəmdir. Yaxşı, gəlin bütün bu fəlsəfi səyahəti siz dinləyicilərimiz üçün bir yerə toplayaq. Biz öyrəndik ki, mənimsəmək, başqalarından kopyalamaq doğamızda var. Bu kainatın bir qanunudur. Elədir. Lakin əsl intellektual oyanış, yəni əsl yüksəliş, bizim hər kəs olmaqdan imtina etdiyimiz, o auraların səs küyündən ayrıldığımız zaman başlayır. Tamamilə razıyam. Və təhlilimizi bitirməzdən əvvəl, mətndən irəli gələn, amma orada birbaşa yazılmayan, təhribatçı bir sualı dinləyicilərə ünvanlamaq istəyirəm. Maraqlıdır, buyurun. Əgər doğulduğumuz gündən etibarən, beynimizdəki hər bir söz, hər bir anlayış, ətrafımızdan mənimsədiyimiz auralardan ibarətdirsə, bəs o zaman insanın tamamilə orijinal, heç kimdən təsirlənməmiş, bircə dənə də olsa düşüncəsi ola bilərmi? Çox ağır sualdır. Yoxsa bizim orijinallıq adlandırdığımız şey sadəcə kopyalanmış auraları kainatın hələ görmədiyi yeni bir ardıcıllıqla birləşdirməkdir. Bunun üzərində düşünün. Vay, yəni biz mozaikayıq, yoxsa sadəcə fərqli naxışlar? Dəhşətli dərəcədə gözəl bir sualdır. Bizi bu dərin baxışda dinlədiyiniz üçün, bu fəlsəfi axtarışa qatıldığınız üçün sizə təşəkkür edirik. Öz auranızı, fərdiliyinizi o böyük kütlə səs-küyündən həmişə qorumağınız diləyi ilə özünüzə yaxşı baxın.